Paytaxtda parklar az deyil. Yaşıllıq əhatəsində istirahət etmək istəyənlər və həmçinin hətta soyuq havalarda da bu istirahət köşələrinə üst tutanlar olur. Nə yaxşı ki, aidiyyatı qurumlar vaxtında bu parkları abadlaşdırır. Bu dəfə də kütləvi informasiya vasitələrində Ayna Sultanova parkında qazıntı söküntü işləri aparıldığı xəbəri yayıldı. Dedik nəyi pistir axı? Abadlıq işləridir də. Amma məlumat bununla da bitmirdi. Verilən xəbərlərə görə Ayna Sultanovanın da heykəli söküləcək. Artıq bu xəbəri dəqiqləşdirmək missiyasını əməkdaşımız Nurlan Rafiqoğlu üzərinə götürdü. Gəlin görək nələri öyrənə bildi. Bax, bu gördüyünüz Ayna Sultanova parkı kimi tanınan ərazidə hazırda yenidən qurma işləri başlanılıb və ərazi demək olar ki, tam genişləndirilib, yeni bir park salınacaq ki, burada da sakinlər tam rahat istirahət edə biləcək. Ancaq bu işlər zamanı isə Ayna Sultanovaya məxsus heykəl ərazidən götürülməyəcək. Atatürk prospektində yerləşən Azərbaycan tarixində ilk xanım naziri olmuş Ayna Sultanovaya məxsus abidənin yerləşdiyi parkın sökülməsi və ərazidən abidənin götürülüb yerində hər hansı bir iaşə obyektinin tikilməsi ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlar bizi də narahat etdi. Məsələni araşdırmaq üçün ilk olaraq üst tutduq hasar alınmış əraziyə, yəni Ayna Sultanova parkına. Park ərazisində yalnız ağacların budanması və ot örtüyünün yenilənməsinin şahidi olduq. Əraziyə bir neçə konteyner yerləşdirilib. Bundan başqa tikinti işlərinin aparılmasına dair xüsusi nişanların qoyulduğunu da müşahidə etdik. Lövhələrə nəzər salmaq yetir ki, burada hansı işlərin aparılacağının şahidi olasan. Lövhələrə əsasən ehtimal edib deyə bilərik ki, burada ərazi genişlənib yeni park salınacaq. Ehtimalları dəqiqləşdirmək üçün ilk olaraq Binəqədi rayon icra hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, Ayna Sultanova abidəsinin yerləşdiyi park tam şəkildə abadlaşdırılıb genişləndiriləcək. Qaldı ki, abidənin sonraki aqibətinə qurumdan verilən məlumata görə bu işlərə cavabdeh Bakı şəhər icra hakimiyyətidir. Adı çəkilən qurumla əlaqə saxladıqda isə məlum oldu ki, Ayna Sultanovaya məxsus abidəyə heç bir təsir göstərilməyəcək. Yəni, abidəni yerindən belə tərpətməyəcəklər.